Salam, baxırıq günün informatika suallarından 34-cü sualın izahına. Sualımız belədir. A, B, C, D, Y, K, L şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla yalnız göstərilən istiqamətə hərəkət etmək olar. A şəhərindən K şəhərinə, B və L şəhərlərindən keçmədən neçə müxtəlif yolla getmək olar? Bunu hesablamaq üçün nə edirik? Gəlin əvvəlcə qrafımızı biraz böyüdək. Bizə deyir ki, B və L şəhərlərindən keçməyək. O zaman nə edirik? B-yə və L-ə daxil olan və B-dən və L-dən çıxan bütün yolları bağlamalıyıq. B şəhərinə baxın, buradan yol daxil olur, bunu bağlayırıq. Buradan yol çıxır, bir də buradan yol çıxır, bunları da bağlayırıq. El şəhərinə buradan yol daxil olur, bağlayırıq və K şəhərindən gedir El şəhərinə yol, bu yolu da bağlayırıq. Yerdə qalan yolları adi 1-1 qaydasından həll edəcək. İndi A-dan bir yol bura gələcək, bir yol bura, bir yol bura gələcək. D şəhərinə bir yol buradan gəlirsə, bir yol buradan çıxacaq, bir yol da buradan çıxacaq. Y şəhərinə bir yol buradan, bir yol buradan. İki yol gəlirsə, iki yol buradan çıxacaq, iki yol da buradan çıxacaq. K şəhərinə deməli, birinci C-ni tapaq. C şəhərinə 2 yol buradan, bir yol da buradan. 3 yol gəlirsə, demək ki, 3 yol da çıxacaq. Və nəhayət K şəhərinə 2 buradan, 3 buradan, 1 də buradan. 1 üzərinə gəlmiş 2, üzərinə gəlmiş 3. Nəticədə 6 yol gəlmiş olacaq. Cavabımız olacaq A variantı. Bu qədər.